Hansı insanlardakı əllərdə uyuşma, çiyində, boyunda ağrılar, boyundan başa vuran ağrılar, gözlərin qaralması, baş gicəllənməsi, qulaq səs-küyün varsa da ürək döyüntün artır, təzyiqli olursa videonun sona qədər diqqətlə dinlə. Bunların yaranma səbəbi boyun osteoxondrozdur. El arasında buna duzlaşma deyirlər. Boyun nahiyəsində damar və sinir sıxılır, nəticədə beyin, qan dövrün pozulur və sadaladığın problemlər yaranır. Bu problemlərdə nə istifadə etmək lazımdır? Necə etmək lazımdır ki, köhnə nəticəni əldə edək? İnsanlar var ki, illərdir müxtəlif dərmanlardan istifadə edir. Masaj, atoka, fizioterapiya gedir. 3 ay, 5 ay yaxşı olurlar, daha sonra ağrılar yenidən yaranır. Niyə? Çünki ağrıları dondururlar, keyləşdirirlər. Ağrının yaranma səbəbini isə aradan qaldırmırlar. Burada köhnə nəticə üçün orqanizmi təmizləmək lazımdır. Duzlaşma şirəslənməni bədəndən xaric eləmək lazımdır. Boyun nahiyəsində yeyilmiş qırdağı, zədələnmiş fəqərəni bərpa eləmək lazımdır ki, damar və sinirlərdə sıxılma yaranmasın, beyin qan dövrü normaya düşsün. Bunun üçün sənə şərq təbiətinin 3 bioloji qida əlavəsini tövsiyə edirəm. İstifadə ilə tibet təmizləyici çay, duzlaşma şirəslənməni bədəndən xaric elə, istifadə ilə iyonlaşmış biokalsium, istifadə ilə lestinli beyin kalsiumu. İyonlaşmış biokalsium səndə yeyilmiş qırdağı bərpa edəcək, lestinli kalsium isə beyin qan dövrü normaya salacaq. Aptekdə yoxdur, çatdırılması.